noyabrın 27-sində Amerikanın Sovet İttifaqında qastrolda olan New York City balet truppası Bakıya gəldi. Şəhərimizin ictimaiyyəti Amerika balet ustalarını səmimi və mehribancasına qarşıladı. Truppanın baş bədii rəhbəri George Balanchine. New York City baletinin proqramına Çaykovskinin, Guldun, Stravinskinin və başqalarının əsərləri əsasında hazırlanmış sujetsiz rəqs lövhələri, oyunlar xoreografiya tamaşası daxildir. Amerika baleti paytaxtımızın zəhmətkeşlərinə 5 tamaşa göstərəcəkdir.